Salam aynay, necəsən? Nə var, nə yox? Sağ ol, yaxşıyam, sən nə tərsən? Ay, nə olub bir kef durubsa? Sən evləndirən yoxdur? Ay, yox, atam anam o vaxt rəhmədə getdi, o vaxtdan subay qalmışam. Ay, elə mənim də 35 yaşım var, ay zalım balası, hələ evlənməmişəm. Ne insan arvad uşağı? Ay, nə sən evlən, nə mən evlənmə, ay subaylıq yaxşıdır. Yox, mən bir dənə inəyka var, onu sevirəm, onu tapıb evlənəcəm. Özün üçün yaşayırsan da şellənirsən, özdə ot vaxtıdır. Və sən niyə evlənmirsən? Ay, mən hara evlənim? Evlənəcəm, arvad deyəcək, onu al, bunu al, bir yandan uşaq gəlir, bir yandan pamperesi. Bilmirsən, evin qazın, suyun işığı, nə bilim, o qədər rasxotları var evin. Ona görə də heç eləyəmirəm, ona görə də evlənmirəm. Yo, subay qalma, get sən də evlən. Ailə gözəl şeydir. Gözəl şeydir, bu zaman üçün deyil. İndi fikirləşirəm də, görüm nə qayıram da, bir dənə qəşəng xalaşqa axtarıram. Elə demə, tərbiyəsiz. Tapıb evlənəcəm, aylıq pulum gəlsin. İndi bu dəqiqə bu zamanlar elə evlənir. Gör nə varsa, mən də evlənəndən sonra sənə ola bilsin dəvətnamə göndərdim. Göndərdim, yox, elə inəykadan göndər gəlsin. Oldu, yaxşı, mənim bədənim qaşındı, bağışlı üzr istəyirəm. Yaxşı, hələlik.